Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'a həmd edirik ki, Allah subhanahu ve teala bizə müvəffəq elədi bu Ramazan ayını, yəni ibadətlə keçirməyə. Və bundan sonra gələn əməllər var. Yəni Ramazanın bitməsi ilə ibadətlər bitmir. Ən birinci nə etməliyik? Allahdan istəməliyik ki, Allah subhanahu ve teala Ramazanda etdiyimiz ibadətləri bizdən qəbul etsin. Çünki bəllidir ki, salih sələflər 6 ay dua eləyərdilər Ramazandan sonra ki, Allah onlardan qəbul etsin. 6 ayda dua eləyərdilər ki, Allah subhanahu ve teala Ramazana yetişdirsin, çatdırsın. Yəni insan arxayın olmamalıdır ki, mən ibadətləri etdim, mən orucları tutdum, təravihlər qıldım. Yəni Allah məndən qəbul eləyib. Yəni özünü cənnətdə hiss eləməməlidir. Ümid edirik ki, inşallah ki, Allah qəbul etdi. Və fikir verin, İbrahim aleyhisselam, İsmail aleyhisselam, Allah subhanahu wa ta'ala onlara əmr eləyir ki, Kəbəni tikin, bünövrəsini qoyun. Yəni bir zaman İbrahim, Allah Teala əmr eləyir İbrahimə, evin bünövrəsini tikmək, İbrahimə və İsmailə. Nə deyirlər onlar? Rabbənə təqabbel minnə. Rəbbimiz bizdən qəbul elə bunu. İnnəkə entəs səmiyul alim. Sən eşidənsən, bilənsən. Fikir verin, Allahın peyğəmbəri, Allahın xəlili, Xəlilullah, Allahın sevimlisi İbrahim əleyhissalam, peyğəmbər ola-ola, Allahın sevimlisi ola-ola, Allahın əmrini yerinə yetirə-yetirə, Allahın evinin bünövrəsini qoyur, Allahın əmri ilə İbrahim əleyhissalam. Onunla yanaşı, deyir ki, Allah qəbul elə. Allahdan istəyir ki, Allah subhanahu wa ta'ala qəbul etsin. Qorxur ki, qəbul olunmaz. Fikir ver, biz arxayın olmamalıyıq ki, yəni Allah bizdən qəbul eləyib bu Ramazanı. Yəni istəməliyik ki, Allah Teala qəbul etsin. Yəni şiddətli şəkildə bunu Allahdan Ramazandan sonraki günlərimizdə istəməliyik. وَالَّذ۪ينَ يُؤْتُونَ مَا أَتَوْا وَقُلُوبُهُمْ وَجِلَةٌ. Yəni onlara əmr olunanları yerinə yetirirlər, qəlbləri qorxduqları halda. Yəni Rəblərinə dönəcəkləri gündən, qəlbləri qorxa-qorxa onlara əmr onlarını yerinə yetirərlər. Bu ayə nazil olanda Ayşə radiyallahu anhə Peyğəmbərə deyir ki, ya Rasulallah, bu kəslər, yəni qorxa-qorxa bunlar əməl eləyirlər. Nəyə görə? Bunlar yəni oğurluq eləyənlərdirmi, zina eləyənlərdirmi, böyük günahları işləyənlərdirmi ki, bunlar qorxa-qorxa əməl eləyirlər? Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Deyir ki, xeyr, ey Sıddıqın qızı. Onlar əməl yerinə yetirirlər, amma qorxurlar ki, birdən Allah onlardan qəbul etməz. Yəni bundan qorxurlar. Qorxurlar ki, Allah qəbul etməz. Çünki Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, Allah yalnız müttəqilərdən qəbul edir. Ona görə arxayın olmaq olmaz. Dua eləməliyik və həmçinin əməllərdə davamiyyətli olmaq. Yəni əməli tərk edib, tənbəllik etmək bu doğru olmaz. Yəni Ramazan çıxdısa, əməlləri tərk eləmək, günahlara yönəlmək bu problemdir, bu təhlükədir. Çünki əməlin qəbul olunmasının əlaməti nədir? O əməlin dalınca, ardınca əməllərin gəlməsi. İnsan bir gözəl əməl işləyir, bir ibadət eləyir, dalınca yenə digər bir ibadət eləyir. Bu onu göstərir ki, Allah subhanahu wa ta'ala qəbul eləyib. Yəni qəbulun əlamətlərindəndir. Amma asiliklərə yönəlmək, günahlara yönəlmək, Ramazan gözləyir ki, Ramazan çıxsın, o günahları eləyərəm. Bu insanın yəni əməlinin qəbulunda şübhə yaradır. Allah yəni ola bilər qəbul etməsin. Ona görə insan nədir? Davamiyyətli olmalıdır əməldə. Və ölənə qədər Allaha ibadət etməlidir. وَعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينُ. Sənə yəqin, yəni ölüm gələnə qədər Rəbbinə ibadət et. Yəni nə qədər ki, yəni ruh bədənimizdədir, biz Allah Taala'ya ibadət etməliyik. Yəni bu Ramazanla bitmir. Ona görə salih sələflər, o kəslər ki, yəni Ramazan çıxan kimi asiliklərə qayıdırdılar, günahlara qayıdırdılar. Onları görəndə deyərlər ki, necə pis insandır Allahı yalnız Ramazanda tanıyan. Və deyərlər ki, Ramazani olmayın, Rəbbani olun. Ramazanın Rəbbi Şəvvalın da Rəbbidir. Digər ayların da Rəbbidir. Allah subhanahu wa ta'ala tək Ramazanın Rəbbi deyil ki. Sən Ramazan ayında Allahı tanıyırsan, Ramazan çıxan kimi Allahı unudursan, günahlara yönəlirsən, nəfsi və hesaba çəkmirsən. Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənuttəqullaha vəl-tənzur nəfsun mə qaddəmət liğat.
Ey iman gətirənlər, Allahdan qorxun və hər nəfs sabahı üçün nə hazırlayıbsa ona baxsın. Yəni nəfsini hesaba çək. Sabahı üçün nə hazırlanmısan, nə əməllər işləmirsən ona bax. Özünü hesaba çək. Yəni qiyamət gününü Allah Taala nə aldan? Sabah aldandırırdı yəni. Bir gün, sabah. Yaxındır yəni. Sabahı üçün nə hazırlamısan bax. Və la takunu kellezina nasullaha fa ansahum anfusahum. Ulaika humul fasiqun. O kəslər kimi olmayın ki, onlar Allahı unutdular, Allah da onları unutdu. Onlar fasiqlərdir. Allah necə unudur? Yəni əməlləri tərk eləyir. Yəni Ramazanda gözəl şəkildə çalışır, ibadətlərini etsin. O əməlləri, günahları tərk eləyir. Ramazan çıxan kimi unudur. Rəbbini unudur. Və təhlükədir. Buna görə daim Allah Subhanahu wa Taala'na, yəni Allahı daim insan daim xatırlamalıdır. Tək Ramazanda yox. Digər aylarda da. Allah Teala digər bir ayədə buyurur ki: "İnnellezine qalu rabbunallah summa istaqamu." O kəslər ki, deyərlər ki, Rəbbimiz Allahdır, deyərlər, sonra doğru yol tutarlar, istiqamə, yəni doğru düzgün yol tutub gedərlər. Fəla xawfun alayhim və lahum yahzanun. Onlara nə qorxu yoxdur, nə onlar kədərlənməyəcəklər. Peyğəmbər sallallahu əleyhi və səlləm bir sahabə deyir ki, deyən ki, "Əmentu billah summa istaqim." Allaha iman gətirdim və doğru yol tutdum. İstiqamə yəni ixlaslı şəkildə, düzgün şəkildə yolla getməyə deyil, yəni bu yolla getməyə. Ona görə Ənəs ibn Məlik radiyallahu anhu deyir ki, belə deyənləri çox eşitdik. Rəbbim Allahdır deyib, deyənləri çox eşitdik. Rəbbim Allahdır deyir sadəcə. Küfür üzərində ölənləri gördük, deyir Ənəs ibn Məlik. Kafir olaraq ölənləri gördük. Yəni sadəcə dediyi boş bir sözdür. Əməli yoxdur. Amma necə olmalıdır? Rəbbim Allahdır, istiqamə, yəni doğru yol tutub getməlisən. İnsan Ramazanda təbii ki, bəllidir ki, imanı artır, xeyir əməllər içindədir, oruç tutur, qiyamul leyl, yəni təravih namazları qılır, günahlardan çəkinir, özünü yığıb. İndi bax, yığmısan özünü, açıb buraxma. Nəyə bənzəyir bu? Bir qadın paltar toxuyur. Toxudu və axırda bitirənə yaxın nə edir? Həmin toxuduğu ipi açır. Açır, buraxır, təzədən olur ip. Buraxdı özü. Və Allah Teala Quran-ı Kərimdə buyurur ki, belə olmayın. Quran-ı Kərimdə Allah Teala buyurur ki, yəni ipliyini möhkəm yığdıqdan sonra, qüvvətləndikdən sonra onu deyir, açıb buraxan qadınlar kimi olmayın deyir. Fikir verin. Yəni insan, sən elə əməllər var ki, onları adi Ramazandan digər vaxtlarda çətin gəlirdi. Amma əlhəmdülillah Allahın müvəffəqiyyəti ilə Ramazan ayında onları edirsən. Misal olaraq Quran tilavəti, Quran oxumaq, xətmə başlamaq. Elə insan var ki, Ramazandan başqa digər vaxtlarda Quranın üzünü açmır. Yəni elə insan var ki, əlhəmdülillah Ramazanda xətm eləyib bir dəfə, iki dəfə, üç dəfə. Amma digər Ramazandan başqa il boyunca soruşsan, xətm etmirsən Quranı, deyir, yox. Bir dəfə də olsun xətm eləməyib. Ramazanda mı xətm eləyib? Ona görə bacarmısansa bunu eləməyə, Allah müvəffəq eləyibsə sənə, Allahdan istə yenə də digər aylarda da bunu et. Yəni Quran-ı Kərimin xətmi məsələsində digər aylarda da buna diqqət elə. Təravih namazları idi, əlhəmdülillah, qiyamul leyl, gecə namazı yerinə yetir. Həmçə oruclar Ramazanla bitmir. Sünnət oruclar var, tətavvu, yəni nafilə oruclar var. Necə ki, namazın fərzi və sünnəti olduğu kimi oruclarda da belədir. Şəvval orucu var, əlhəmdülillah. Hər aydan 3 gün oruç tutmaq var. 1-ci və 4-cü gün orucları var. Ramazandan sonra gələn aylar da nədir? Şükür aylarıdır. Yəni də şükür eləməlisən. Tək Ramazanla deyil. Necə ki, Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə buyurur ki, وَلِتُكْمِلُ الْعِدَّةَ وَلِتُكَبِّرُ اللّٰهَ عَلَى مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ. Yəni Allah istəyir ki, siz yəni buraxdığınız o orucları tamamlayasınız. Kimin qəzası varsa tamamlasın. Orucları tamamlasın. Və sizi doğru yola yönətdiyinə görə onu uca tutasınız, təkbir gətirəsiniz. وَلِتُكَبِّرُ اللّٰهَ. Allah'a təkbir gətirəsiniz, uca tutasınız və belə bəlkə deyir, bəlkə şükür edəsiniz. Bəlkə şükür edəsiniz. İtaətdən sonra asiliyə yönəlmək, itaətləri tərk eləmək şükür əlaməti deyil. Bəlkə şükür edəsiniz deyir. Deməli, sən Ramazandan çıxıb itaətdə, davamiyyətdə olmağındır şükür əlaməti. Bu şükür budur.
nafilə oruclarında və həmçinin qiyamul leyl, günahlardan çəkinmək, insan dilini qoruması, necə ki Ramazanda sən dilini qoruyurdun, pis söz söyləmirdin, özünü saxlayırdın, həmçinin Ramazandan sonra da bunu etmək lazımdır. Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, kim Ramazandan sonra, mən samə Ramadanə, kim Ramazan orucunu tutarsa, ثُمَّ أَتْبَعُهُ سِتًّا مِنْ şəvval, sonra onu 6 gün Şəvval orucundan tutarsa, yəni davam eləyərsə 6 gün Şəvvalla, kənə kəsiyamid dəhr. 1 il oruç tutmuş kimi olar. 1 il oruç tutmuş kimi olur. Yəni fikir verin, Allahın Subhanahu wa Taala'nın bizə verdiyi bu fürsətə, nemətə, və bu fürsəti qaçırmaq olmaz. Sadəcə burada da şərtlər var. Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, kim Ramazan orucunu tutarsa, birinci budur. Orucu tam şəkildə tutmalısan. Kimin qəzası varsa birinci qəzasını tutmalıdır. Qəzasını bitirməlidir ki, Şəvvaldan tutsun. Qəzanı bitirməmiş Şəvval tutmaq hədisə Allah Resulunun sözünə sallallahu aleyhi və səlləm müxalifdir. Əcri qazanmaq istəyirsənsə nə etməlisən? Birinci Şəvvalı tutmalısan, Ramazanı tutmalısan. Sonra 6 gün Şəvvaldan oruç tutsan, o da fərqi yoxdur. Yəni dalbadal tutarsan və ya birinci və dördüncü günləri cəm eləyəsən, inşallah ki, onun da savabı var. Həm 1/4-ün savabını alırsan, həm də Şəvval ayından həmin o tutduğuna görə o savabı da əldə edirsən. Yəni şərt deyil ki, dalbadal tutarsan. Bacardığın qədər 1 gündən 1, 3 gündən 1, yəni tutmaq olar. Və daha sonra hər aydan 3 gün oruç tutmaq məsələləri var. Allah Resulü sallallahu aleyhi ve sellem səhv eləmirsə Əbu Hureyraya deyir ki, Əbu Hureyra radiyallahu anhu deyir ki, Xəlilim mənə 3 şeyi tövsiyə etdi. Birincisi, duha namazı, duha namazını qılmaq. İkinci, hər aydan 3 gün oruç tutmaq və vitr namazını. Və bunlar deyir, ölənə qədər yəni heç vaxt tərk etmədim deyir. Heç vaxt tərk etmədim deyir bu oruçları. Ona görə yəni birinci, dördüncü günü oruçları və həmçinin Aşura günü, Məhərrəm ayı və yəni oruclar bununla bitmir. Və Allah Subhanahu wa Taala müvəffəq eləsin. Allahdan istəməliyik. Birinci müvəffəq eləsin bizi bu əməlləri davamiyyətli sürəcə yerinə yetirməyə və bizdən qəbul etsin. Arxayın olmayaq ki, Allah Taala bizdən qəbul eləyib. Yəni necə ki salih sələflər dua eləyərlər 6 ay, biz də dua eləməliyik ki, Allah Taala bizdən qəbul etsin. Arxayın olmamalıyıq. Ümid etməliyik ki, inşallah ki, Allah qəbul edər. Çünki biz naqisik, layiqincə Rəbbimizə ibadət etmədik. Ona görə Allah Subhanahu wa Taala yəni bundan daha çoxuna layiqdir. Biz yəni heç nə etmədik. Heç bir şey etmədik. Və Allahdan istəyir ki, Allah Subhanahu bizi rəhmi ilə cənnətinə daxil etsin. Bizim əməllərimizlə yox. Əməllərimizlə, əvəzi ilə istəsək Allah qorusun. Bu nədir? Heç nə. Yəni Allah Subhanahu wa Taala rəhmi ilə hesabını çəkməyini Allahdan istəyirik. Allah Subhanahu Taala bizlərdən qəbul etsin. Allah Subhanahu wa Taala bizi sabit etsin. Subhanakallahumma ve bihamdik, eşhedü en la ilahe illa ente, estağfiruke ve etûbü ileyk.